Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənərək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizasından keçirilmədən inşa edilmiş, mərtəbələrinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sayısı 500 kvadrat metrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sayısı 500 kvadrat metrdən çox olmayan, istismar təyinatı Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının istismarına icazə verilməsi bu qaydalarla həyata keçiriləcək. 2018-ci il yanvarın 1-nədək tikinti obyektinin sahibinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yük daşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə obyektin istismara hazırlığı barədə rəy verilir. Yerli icra hakimiyyəti orqanı istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat da göndərir. Bundan başqa dövlət başçısı dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında da fərman imzalayıb.